Mobil şəbəkələrdən bir il ərzində fasiləsiz siqnal almayan telefonlar üçün kritik proses başlayıb. Yeni Sabah milli.az-a istinadla məlumat verir ki, qanunvericiliyə əsasən bu cihazların e-mail qeydiyyatı 31 dekabr 2025-ci il tarixindən etibarən deaktiv olunacaq. 1 yanvar 2026-cı ildənsə şəbəkəyə çıxışı tamamilə bağlanacaq. Mütəxəssislərin hesablamalarına görə təxminən 3 milyon mobil telefon bu risklə üz-üzədir. İstifadəçilər cihazlarının bağlanmasının qarşısını almaq üçün ilin sonuna qədər tədbir görməlidirlər. 2024-cü ildə qüvvəyə minən qaydalara əsasən BTK İnformasiya və Kommunikasiya Texnologiyaları Qurumu qeydiyyatında olan ancaq 1 yanvar 31 dekabr tarixləri arasında mobil şəbəkəyə qoşulmayan cihazlar istifadə olunmamış telefonlar kimi təsnif olunur. Bu telefonların e-mail nömrələri aktiv bazadan silinir və passiv siyahıya köçürülür. Nəticədə cihazlar işləsə də, zəng və mobil internetdən istifadə mümkün olmur. Mütəxəssislər bildirirlər ki, telefonun sadəcə açılması kifayət deyil. E-mailin aktiv qalması üçün cihaza aktiv SIM kart taxılmalı, telefon operatorun baza stansiyası ilə əlaqə qurulmalıdır. Yəni, cihaz real siqnal almalıdır. Bu addım cihazın sistemdə aktiv kimi tanınmasını təmin edir.